Salam, xoş gəlmisiniz. Özünüzü təqdim edin. Salam, xoş gördük. Mən Könül Mustafayeva Xəlilova, Aras Supermarketlər şəbəkəsində rəqəmsal marketinq bölmə müdiri kimi fəaliyyət göstərirəm. Neçə ildir işin içindəsiz? 10 ildir ki, rəqəmsal marketinq sahəsində çalışıram. Son 2 ildir isə Aras Supermarketlər şəbəkəsində rəqəmsal marketinq bölmə müdiri kimi fəaliyyət göstərirəm. Rəqəmsal marketinqdə uğuru daha çox hansı amil müəyyənləşdirir? Rəqəmsal marketinqdə hal-hazırda uğuru yalnız bir amil müəyyənləşdirmir. Doğru kreativ, doğru zaman, doğru büdcə müəyyənləşdirir. Gərək üçü də eyni zamanda olsun ki, siz artıq doğru bir nəticəyə çata biləsiniz. Gələcəkdə rəqəmsal marketinq sahəsində hansı əsas dəyişikliklərin baş verəcəyini düşünürsüz? Hal-hazırda süni intellekt geniş yayılır və sürətlə də inkişaf edir. Artıq brendlər süni intellektdən istifadə edərək həm datanı oxuya bilməli, həm də ki, doğru auditoriyaya çatmaq üçün süni intellektdən yaxşı istifadə etməlidirlər. Bəzən çox sadə bir video milyonlarla baxış toplayır. Üzərində uzun müddət işlənən layihə isə gözlənilən nəticəni vermir. Bu cür alqoritm dəyişiklikləri və gözlənilməz nəticələrə necə yanaşırsınız? Rəqəmsal marketinqdə 100% proqnozlaşdırmaq olmur heç nəyi. Mən buna uğursuzluq kimi yox, test mərhələsi kimi baxıram. Əgər sadə bir video milyonlarla baxış toplayırsa, deməli onun arxasında doğru bir duyğu dayanıb və doğru bir strategiya dayanıb. İstifadəçi davranışında son illərdə müşahidə etdiyiniz ən böyük dəyişiklik nədir? İnsanların diqqət müddəti ciddi dərəcədə azalıb. Artıq siz videonun 2-3 saniyəsində istifadəsini cəlb etmədinizsə, demək ki, istifadəsini itirdiniz. Sosial mediada trendə qoşulmaq hər zaman doğru qərardır. Bu məsələyə sizin yanaşmanız necədir? Xeyr, düşünürəm ki, trend əgər brendi təmsil edirsə, o zaman trendə qoşulmaq olar. Əgər əks etdirmirsə, qoşulmamaq məsləhətdir. Sizcə 2026-cı ilin öndə gedən sosial media platforması hansıdır? Məncə qısa video formatına görə TikTok və Instagram daha öndədir. Çünki hal-hazırda doğru kontent platformadan daha çox önəmlidir. Harada doğru kontent varsa, o platformada daha güclü olur. Şirkətlərin bütün sosial media kanallarında olması lazımdır, yoxsa bunun üçün ayrıca analiz daha doğru yanaşma olar? Mütləq deyil. Bütün platformalarda olmaq peşəkarlıq göstəricisi də deyil. Düşünürəm ki, şirkət öz auditoriyasını müəyyən etməlidir və ona uyğun da platformada iştirak etməlidir. Rəqəmsal marketinq haqqında insanların ən çox inandığı, amma əslində doğru olmayan fikir hansıdır? Şirkətlər düşünür ki, reklam qoydunsa, pul xərclədinsə, satış gələcək. Əslində isə bu belə deyil. Sən doğru auditoriyanı doğru zamanda tapmalısan. Çünki doğru bir kreativ tapa bilərsən, amma doğru zamanda onu paylaşmaya bilərsən və yaxud da doğru zaman seçə bilərsən, yaxşı bir kreativin olar, amma doğru auditoriya seçməyə bilərsən. Ona görə də üçü bir yerdə olsa daha yaxşıdır. Süni intellekt rəqəmsal marketinqdə getdikcə daha geniş tətbiq olunur. Gələcəkdə o marketoloqları əvəz edə bilər, yoxsa daha çox onların işini asanlaşdıran bir alət olaraq qalacaq? Düşünürəm ki, məncə əvəz etməyəcək, amma süni intellektdən istifadə edən marketoloqlar, süni intellektdən istifadə etməyən marketoloqlar əvəz edəcək. Rəqəmsal marketinqdə sizin üçün heç vaxt keçilməyəcək prinsiplər və ya qırmızı xəttlər var? Bəli, var. Yanıltıcı reklamlar, saxta endirimlər, manipulyativ kampanyalar və istifadəçi dəyərinin riskə alan heç bir şeyi doğru hesab etmirəm. Düşünürəm ki, qısa müddətli nəticə naminə uzun müddətli brend dəyərinin riskə atmaq olmaz. Reklam qoymağın qızıl qaydalarından danışaq. Düşünürəm ki, reklam qoymağın 3 əsas qızıl qaydası var. Doğru zaman, doğru mesaj və doğru auditoriya. Ən yaxşı kreativ belə doğru zamanda paylaşılmasa, yaxşı nəticə verməyəcək. SEO yoxsa SEM, yoxsa ümumiyyətlə meta? Üçü də olsa daha yaxşı olar. Amma ilkin versiyada əgər birinci biz tez nəticə almaq istəyiriksə, SEM və meta. Amma uzun müddətli nəticə almaq istəyiriksə, SEO daha önəmlidir. Düşünürəm ki, amma üçü bir yerdə olsa daha yaxşı olur. Ənənəvi marketinq yoxsa rəqəmsal marketinq? Əslində bu düşünürəm ki, rəqabət mövzusu deyil, amma hardasa bir 10 il əvvələ qaydanda ənənəvi marketinq rəqəmsal marketinqlə müqayisədə 60-70% üstünlük daşıyırdı. 3-4 il əvvələ baxanda onlar bərabərləşmişdi. İndi isə rəqəmsal marketinq artıq 60-70% öndədir. Amma mən düşünürəm ki, güclü marketinqin arxasında hələ də ənənəvi marketinq dayanır və bunlar bir-birinə rəqib deyil, əslində bir-birini tamamlayan istiqamətlərdir. Sizcə rəqəmsal marketinqdə karyera qurmaq üçün ənənəvi marketinq biliklərinə ehtiyac var? Bəli, var. Düşünürəm ki,
rəqəmsal marketinq yalnız platformanı bilməkdən ibarət deyil. Bunun təməlində ənənəvi marketinq dayanır. İstər rəqəmsalda, istərsə də ənənəvidə sən auditoriyanı yaxşı seçməlisən, onu tanımalısan, istifadəçinin bizə nə istədiyini bilməlisən. Yəni mütləq ki, ehtiyac var. Komandanızın hər gün motivasiya ilə işə başlaması üçün rəhbər kimi nələrə diqqət yetirirsiniz? Sevgi və etibar. Sevgi və etibar varsa, komandada hər şey qaydasındadır. Və bütün əməkdaşlar hər biri fərqlidir. Necə ki, əlimizdəki 5 barmağın 5-i də fərqlidir və onların hər biri fərqli motivasiya alırlar və ona görə də hər biri ilə fərdi yanaşıram. Çalışıram ki, onların ideya vermələrinə və yaxud da səhv etməkdən qorxmamalarına, daim inkişaf etdiyini hiss etmələrinə ciddi diqqət edirəm. Bu sahədə uğur qazanmaq istəyənlər üçün ən dəyərli məsləhətiniz nədir? Daim öyrənsinlər, texniki biliklərlə kifayətlənməsinlər, birinci işi sevsinlər, daha sonra mənimsəsinlər. Ümumiyyətlə, rəqəmsal marketinqdə uğur qazananlar əsasən trendləri izləyənlər olmayacaq. Trendlərin arxasındakı səbəbi anlayanlar və yeni trendi başladanlar olacaq. Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Mən təşəkkür edirəm, siz sağ olun.